Ailədə 4 qız idik və mən ali təhsil almadım. Kəndimizdə bir ailə bizə elçi gəldi. Atam razılaşıb hə cavabını verdi. Oğlanı ilk dəfə nişanda gördüm, tanışdıq və hər şey yaxşı gedirdi. Bir müddətdən sonra evləndik. Qaynanam hər sözümü söz edirdi. Qaynatam da ondan betər idi. 1-2 il övladım olmadı. Qaynanam da çox köksən, ona görə övladın olmur. Həkimə getdikdən sonra hamilə qaldım, halsız olurdum. Qaynanam da çox yatırsan deyirdi. Oğlum dünyaya gəldi və 40-ı çıxana kimi anamgildə qaldım. Yaxın olduğumuza baxmayaraq bir dəfə də olsun gəlib görmədi. Evimizə getdik. Oğlumun hər şeyini demək olar ki, atamgil aldı. Qızım oldu, anamgilə getdim. Yoldaşımla aramızda söz-söhbətlər oldu. Atamgildə qalanda deyirdi ki, gəlmə evə. Kiçik bacımı göndərirdim ki, oğlumu gətirsin. Hər dəfə bir bəhanə edib göndərmirdilər. Sonra övladımı mənə göstərməzlər deyə qayıtdım evə. Evdə söz-söhbətlər var idi və buna görə də atamı və babamı çağırdım ki, danışsınlar. Danışıb hər şeyi yoluna qoydular. Onlardan xoşum gəlmir, amma yoldaşım uşaqlara və mənə qarşı yaxşıdır.